deyildi. Yəni bu bir sualdan cavab 0 alanlar da bunun xətrinə dəyir. Baş beynimizi xarab edən trigonometriya suallarından bilirəm ki, hamınız əziyyət çəkirsiniz. Elə mən də əziyyət çəkirəm. Baxın bu suala deyir ki, tangens alfa 7-də 1-dir, tangens beta 3-də 1-dir, kosinus 2 alfa üstə gəlsin 4 betanı tapın. Allah nə edəsən burada? Adam qalır, baxır, heç nə gəlmir adamın ağlına, sonra məcbur biraz mənbələri əl atır. Nə edə bilərəm bundan sonra tapır. Nəysə, bax gələn. Bu nə demək olar dostlar? Ən əvvəla biz bu tangens 2 alfa plus beta 4 beta pis görürük. Bu niyə 2 vurulsun alfa plus beta 2 beta kimi yazmayaq? Belə yazandan sonra düzəcə 2 burada qalsın cibdə alfa plus 2 beta halına gətirmək qalır. Burada alfamız var, elə deyil. Betanı 2 beta eləmək olarmı? Bəli, olar. Ona görə gəlin burada əvvəla tangens 2 betanı tapaq. Tangens 2 beta biz bilirik ki, tangens 2 qat arqumentin düsturu nədir? 2 vurulsun tangens betadır, 1 çıxılsın tangens betanın kvadratı. Bunu düsturu bilirik, elə deyil. İndi bu düsturdan yola çıxaraq tangens betamız 3-də 1 bilirik də. Qoyaq yerinə tapaq alıqayda göstərir. 2 vurulsun 3-də 1, 1 çıxılsın 3-də 1 kvadratı. 3-də 2, 18, 24-də 18, 6-4-də 3. Aha, tapdıq ki, tangens 2 beta 4-də 3-ə bərabərdir. Həmçinin tangens alfanın da bayaqları 7-də 1 olduğunu tapdıq, elə deyil. İndi gəlin bunu tangens şəklində yazaq. Alfa plus 2 beta. Bu necə yaza bilərik? Tangens alfa üstə gəlsin 2 beta düsturundan. İndi bunu tangens x plus y kimi baxın. Bilirik ki, toplama düsturunda necə olurdu? Bunu da biz tangens alfa üstə gəlsin tangens 2 beta 1 çıxılsın tangens alfa tangens 2 beta kimi düsturdan açırıq. Bundan sonra heç nə yerinə qoyuruq. Tangens alfa nədir? 7-də 1 idi. 7-də 1 3-də 4-də 3 4 1 7-də 1 burada 3 28 25 28 25 aha 28-də 25 böyle 28-də 25 1 Allah. İndi oldu qəşəng. Nə oldu? Tangens alfa üstə 2 betanı 1 olduğunu tapdıq. Deməli alfa 2 beta bu bir dərəcədir də. Biz buradan bilirik ki, tangens neçə dərəcədə 1-i alır? Pi bölünsün 4-də və yaxud da 45 dərəcədə də. Ona görə tangens 2 alfa üstə 2 betanın pi bölü 4 və yaxud da 45 dərəcə kimi yazaq. Başımız ağrımasın. 45 dərəcə olduğunu tapırıq, elə deyil. Əvvəlinci sualda nə idi? 2 vurulsun alfa plus 2 beta, elə deyil. İndi buradan yanına 45 dərəcə qoysaq əgər, sual nə olur? Kosinus 2 vurulsun 45 dərəcə. Bu da edir kosinus 90 dərəcə. Kosinus 90 dərəcədə 0-a bərabərdir. Cavabımız qalibdir. Yəni bu bir sualdan cavab 0 alanlar da bunun xətrinə dəyir. Belə.